Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib. Söhbət zamanı dövlətimizin başçısının Nenad Laloviç ilə əvvəlki görüşü məmnunluqla xatırlanıb. Azərbaycan Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu deyən qonaq, 17 yaşadakı güləşçilər arasında Bakıda keçirilən Dünya Çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Ölkəmizdə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç, Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırlayıb. Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini deyib. Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadakı güləşçilər arasında Bakıda keçirilən Dünya Çempionatının əhəmiyyətinə toxunub və bundan sonra da ölkəmizdə bu cür idman tədbirlərinin təşkilinin önəmini qeyd edib. Dövlətimizin başçısı Azərbaycan güləşçilərinin indiyədək çox mühüm qələbələr qazandıqlarını vurğulayıb. Görüşdə idmanın güləş növünün ölkəmizdə zəngin ənənələrə malik olduğu qeyd edilib. Onun inkişafı üçün dövlət səviyyəsində görülən işlərə toxunulub. Azərbaycanla Dünya Güləş Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. İşğaldan azad edilmiş ərazilərdə böyük qayıdış proqramı çərçivəsində həyata keçirilən bərpa və yenidən qurma işləri Xocavənd rayonunda plan üzrə davam etdirilir. Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tərana Quliyeva bildirib. Rayonun Güney Xırman və Quzey Xırman kəndlərində fərdi yaşayış evlərinin, mühəndis kommunikasiya infrastrukturunun və sosial təyinatlı obyektlərin bərpası mərhələli şəkildə həyata keçirilir. O qeyd edib ki, Güney Xırman kəndində ümumilikdə 549 fərdi yaşayış evi mövcuddur. Bunlardan 379-u yaşayış üçün yararlı hesab olunur. Hazırda 50 ev tam hazır vəziyyətə gətirilib. Cari ilin sonunadək isə daha 197 evin istismara verilməsi planlaşdırılır. Həmçinin vurğulanıb ki, kəndə ilk köç iyulun 8-də baş tutub. Həmin gün 18 ailədən ibarət 72 nəfərə bərpa olunmuş evlərinin açarları təqdim edilib. Tərana Quliyeva eyni zamanda əlavə edib ki, Quzey Xırman kəndində ümumilikdə 447 fərdi yaşayış evi mövcuddur. Bu evlərdən 274-ü yaşayış üçün yararlıdır. Hazırda 100 ev tam istifadəyə hazırdır. İlin sonunadək isə əlavə 244 evin istismara verilməsi nəzərdə tutulur. İyulun 8-də Quzey Xırman kəndinə də ilk köç həyata keçirilib. İlk mərhələdə 21 ailədən ibarət 87 nəfər uzun illərdən sonra doğma yurduna qayıdaraq yeni evlərində məskunlaşıb. Universitetlərə ixtisas seçiminin avqustun 10-undan sonra keçirilməsi nəzərdə tutulur. Bu ildə eyni qaydada olacaq. Bu barədə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov, Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə qurumun elektron imtahanlar korpusunda keçiriləcək ali təhsil müəssisələrinin sərgisinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, ötən gün 1-ci və 4-cü ixtisas qrupları üzrə blok imtahanlarının nəticələri artıq elan olunub. Yaxın günlərdə həmin nəticələrlə bağlı apellyasiya prosesi yekunlaşacaq. Qabiliyyət imtahanlarının nəticələri də 2-3 gün ərzində, idman üzrə qabiliyyət imtahanları nəticələri isə avqust ayının 7-sinədək yekunlaşacaq. Apellyasiya və qabiliyyət imtahanları yekunlaşdıqdan sonra plan yerləri də avqustun əvvəllərində çap olunaraq abituriyent jurnalında əksini tapacaq. Ağdam rayonu ərazisində açıq sahələrdə başlayan yanğın bugün Saybalı və Bağbanlar kəndləri istiqamətinə yayılıb. Yanğının söndürülməsi məqsədi ilə əraziyə Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölmələrinin texnika və canlı qüvvələri cəlb olunub. Bundan əlavə, Mərzili istiqamətində ardıcıl partlayış səslərinin eşidildiyi bildirilir. İlkin ehtimala görə, yanğının keçmiş təmas xəttində yerləşən minalanmış ərazilərə yayılması nəticəsində partlayışlar baş verib. Hazırda yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Alov, kolluq və yaşıllıq sahələrinə yayılaraq ağac və kollara da ciddi ziyan vurur. Qeyd edək ki, yanğın ötən gün iyulun 28-də başlayıb. Bugün səhər saatlarında Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində avtobusla yük avtomobili toqquşub. 107 nömrəli marşrut avtobusu eyni istiqamətdə hərəkət edən yük avtomobilinə arxadan çırpılıb. Verilən məlumatlara görə qəza baş verən zaman avtobusda sərnişin olmayıb.
Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsində fəaliyyət göstərən marketin liftində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyindən insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub. Qeyd edilənlər nəzərə alınaraq liftin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün marketin rəhbərliyi qarşısında məsələ qaldırılıb. Balakəndə spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülərə qarşı profilaktik tədbir keçirilib. Balakən rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbir keçirilib. Tədbirlərlə spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən, eləcə də avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülər müəyyən olunublar. Həmin sürücülər barəsində inzibati məsuliyyət tədbirləri görülüb. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Araz çayının İmişli rayonu Qaralar kəndindən keçən hissəsində bir nəfərin çayda batma təhlükəsində olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri əraziyə cəlb olunub. Operativ xilas etmə tədbirləri sayəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş 2003-cü il təvəllüdlü İsmailli Ramin İmanqulu oğlu xilas edilib. İranla müharibənin Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatına vurduğu zərər 151,3 milyar dolları ötüb. Bu barədə Telegraf qəzeti məlumat yayıb. Nəşrin hesablamalarına görə iyulun 24-nə olan məlumata əsasən münaqişənin ABŞ üçün ümumi iqtisadi dəyəri 151,3 milyar dollar təşkil edib. Qeyd olunur ki, Pentagon isə yalnız birbaşa hərbi xərcləri 37,5 milyar dollar həcmində qiymətləndirir və bu rəqəm müharibənin orta və uzun müddətli iqtisadi nəticələrini əhatə etmir. Nəşrin məlumatına görə döyüşlər hazırki intensivlikdə davam edərsə, ilin sonunadək münaqişənin ABŞ iqtisadiyyatına vuracağı zərər 311,3 milyar dollara çata bilər. Amerika Birləşmiş Ştatları və Səudiyyə Ərəbistanının İraqın şimalındakı Nineva əyalətində İrana bağlı qruplaşmalara indirdiyi birgə hava zərbələri nəticəsində İraqın Xalq Səfərbərliyi qüvvələrinin 10 üzvü həlak olub, 6 nəfər yaralanıb. İraq rəsmilərinin məlumatına görə itkilərin sayının artacağı istisna edilmir. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bildirib ki, iyulun 28-də həyata keçirilən əməliyyat zamanı İraqın şərqində yerləşən silah anbarları və logistika mərkəzləri də hədəf alınıb. Vaşinqton hücumu son 72 saat ərzində Səudiyyə Ərəbistanının enerji obyektləri və ABŞ qüvvələrinə qarşı həyata keçirilən 30-dan çox PUA hücumuna cavab olduğunu açıqlayıb. İran isə ittihamları rədd edərək Səudiyyə Ərəbistanına qarşı hücumlarla əlaqəsinin olmadığını və bölgədə baş verən hadisələrin Tehranla əlaqələndirilməsinin əsassız olduğunu bəyan edib. İran ordusunun İslam İnqilabı Keşikçiləri Korpusu Amerika Birləşmiş Ştatlarının İordaniya ərazisindəki hərbi aviabazasına zərbələr endirib. Səpah qüvvələri ABŞ Silahlı Qüvvələrin İordaniyada yerləşən aviabazasına və Mərkəzi Komandanlığının qərargahına bir neçə ballistik raketlə zərbələr indirib. Amerika Birləşmiş Ştatlarının Arizona ştatındakı Chandler hava limanının yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb. Təyyarənin yerə çırpılması barədə 911 xidmətinə məlumat daxil olduqdan sonra yanğınsöndürənlər dərhal hadisə yerinə yollanıblar. Hava gəmisi McQueen və Queen Creek yollarının yaxınlığında aşkar edilib. Göyərtədəki bir nəfərin öldüyü məlum olub. Pilotun kimliyi hələ müəyyənləşdirilməyib. Hüquq mühafizə orqanları aviasiya insidenti ilə bağlı tədqiqatı davam etdirirlər. Ukrayna ordusu Rusiyanın Belgorod, Ryazan və Rostov vilayətlərinə kütləvi PUA hücumları həyata keçirib. Hücumlar nəticəsində 5 nəfər ölüb, 54 nəfər yaralanıb. Ən ciddi zərbələrdən biri Ryazan şəhərinə endirilib. Səhər saatlarında baş verən hücum zamanı sənaye zonasında yerləşən Wildberries şirkətinin çeşidləmə kompleksi, neft emalı zavodu və ambar yanıb. Ryazan vilayətinin qubernatoru Pavel Malkov bildirib ki, yanğınlar PUA qalıqlarının düşməsi nəticəsində baş verib. Yaponiyada baş verən güclü zəlzələ nəticəsində 13 nəfər həlak olub, çox sayda insan xəsarət alıb. Bu barədə ölkənin baş naziri Sanae Takaichi məlumat verib. O bildirib ki, zəlzələ yolların və binaların dağılmasına, yanğınların baş verməsinə və yaşayış evlərinə ciddi ziyan dəyməsinə səbəb olub. Faciənin baş verdiyi Kumamoto prefekturasının rəsmilərinin məlumatına görə 10.000 nəfər təxliyə edilib. 37.000 ev təsərrüfatı elektrik enerjisindən məhrum olub. Təcili yardım xidmətləri dağıntılar altında qalan və kömək gözləyən insanların xilas edilməsi üçün səfərbər olunub.
Baş nazir qeyd edib ki, zəlzələdən zərər çəkən ərazilərdə havanın isti keçməsi xilasetmə işlərini daha da çətinləşdirir. Kumamoto prefekturasında havanın temperaturu 32 dərəcəyə çatır. Fransanın cənub-qərbindəki Jironda əyalətində davam edən meşə yanğınları zamanı indiyə qədər 126 yanğın söndürən xəsarət alıb. Bir həftədə davam edən yanğınlarla yüzlərlə əməkdaş gecə-gündüz mübarizə aparır. Rəsmilər vəziyyətin nəzarət altında olduğunu bildirsələr də, havanın temperaturunun 42 dərəcəyə də yüksələcəyi proqnozu alovun söndürülməsini çətinləşdirir. Yanğınların qarşısını almaq üçün bölgəyə 2500-ə yaxın yanğın söndürən, o cümlədən İsveçrədən gələn mütəxəssislər, həmçinin 1500 hərbiçi və 1200 polis cəlb edilib. Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Türkiyədə meşə yanğınlarının sayı artır. Muğlanın Seydikəmər rayonunun Bayır məhəlləsi yaxınlığındakı meşədə bugün saat 07:00 radələrində yanğın başlayıb. Əraziyə çoxsaylı yanğın söndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsinə havadan 5 təyyarə və 11 helikopter, qurudan isə 40 yanğın söndürən maşın, bir xüsusi texnika və 261 nəfərlik şəxsi heyət cəlb olunub. Ərazidə müşahidə olunan güclü külək səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılıb. Alovun təsir göstərdiyi Fəthiyə-Antalya avtomobil yolunda təhlükəsizlik məqsədi ilə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Zəruri işlər başa çatdıqdan sonra yolun yenidən istifadəyə veriləcəyi ilə bağlı məlumat açıqlanıb. Antalyanın Kaş rayonunda ötən gün başlayan meşə yanğının nəzarət altına alınması istiqamətində işlər bugün də davam etdirilir. Səhərin ilk saatlarından etibarən helikopterlər və təyyarələr də yenidən söndürmə əməliyyatlarına cəlb olunub. Yanğına 26 yanğın söndürən maşın, 9 su təchizatı avtomobili, 5 ilkin müdaxilə maşını və 155 nəfərlik şəxsi heyət cəlb olunub. Alova həm havadan, həm də qurudan müdaxilə edilir. Manisa'nın Alaşəhər rayonunda isə zeytun bağları və kolluq ərazidə baş verən yanğın nəzarət altına alınıb. Kəmaliyyə məhəlləsi yaxınlığında baş verən yanğının söndürülməsinə Meşə Baş İdarəsinin əməkdaşları, eləcə də Manisa Böyükşəhər Bələdiyyəsinin yanğın söndürmə briqadaları cəlb olunub. Pakistanda iyunun 26-sından etibarən davam edən güclü yağışlar və onların yaratdığı fəsadlar nəticəsində 109 nəfər ölüb, 362 nəfər yaralanıb. Bu barədə Pakistan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi məlumat yayıb. Bildirilib ki, güclü yağışların ən çox təsiri ölkənin şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində qeydə alınıb. Musson yağışları nəticəsində həmin əyalətdə 55 nəfər həyatını itirib. Şərqi Pəncab əyalətində isə 36 ölüm faktı qeydə alınıb. Daşqın suları nəticəsində təxminən 800 tikiliyə ziyan dəyib, onlardan 200-dən çoxu tamamilə dağılıb. İyunun sonundan etibarən ölkə üzrə 148 xilasetmə əməliyyatı keçirilib. Azərbaycanın boçya üzrə milli komandasının üzvü Sona Ağayeva Misirin paytaxtı Qahirədə keçirilən Challenger turnirində qızıl medal qazanıb. Milli Paralimpiya Komitəsinin məlumatına görə BC2 kateqoriyasında mübarizə aparan idmançı Portuqaliya təmsilçisi Monika Costa və Yeni Zelandiyadan olan Chloe Sturt üzərində qələbə qazanıb. Qeyd edək ki, turnir Los Angeles 2028 yay Paralimpiya oyunlarına reytinq halları qazandırır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 24-26 dərəcə isti, gündüz 29-33 dərəcə isti olacaq.